müharibə başlayandan sonra biz bu kliniki protokolları artıq hərbiçilərə tətbiq elədik və onlardan gözəl bir nəticə aldıq. O vaxt İdman Akademiyasının laboratoriyasında, İdman Tibbi laboratoriyasında çalışan bütün həmkarlarımız birlikdə 200-ə yaxın biz deməli hərbiçi ilə və qazi ilə məşğul olduq. Biz test etməni onsuz da eləyəcəyik. Bu bizim bir amadan bir missiyasıdır. Milli Antidopinq Agentliyi kimi bunu buraxmayacağıq heç vaxt. Alternativ yol verəcəyik ki, elmi əsaslı yol var. Deməli yaxşı yüksək nəticələrə gəlmək üçün. Ürəyimdə bir çoxdankı arzu var idi ki, mən it saxlamaq istəyirdim. İt məni gəzdirir, mən iti gəzdirmirəm. Gündə 2 dəfə hərəkətdəyəm. Qonaqlarım mövzusunda çox seçiciyəm. Bu dəfə də gözəl bir insanı tanıdım və hamını tanış eləmək istədim. Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təxminə Tağızadə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Sizin haqqda kənarda dostlarıma da çox danışıram. Qarşımda çox güclü bir qadın var doğrudan da. Belə bir obraz var. Bu qadını necə yaratmısınız? Məncə həyat hər insanı formalaşdırır. Birinci təcrübə, ailə təcrübə. Məndə bu liderlik kompetensiyaları, gəlin belə deyək, yaradan mənim əvvəlcədən ailəm olub, anam, atam. Sonra isə uşaqlarım, negotiation skills, danışıqları aparmaq bacarıqları, məsəl üçün, conflict resolution, konfliktdən çıxmaq bacarıqları. Bunu mənim uşaqlarım öyrədib. Bu yaxınlarda oxudum, çox xoşuma gəldi. Belə bir söz deyirlər ki, uşaqlarımız bizim ən böyük müəllimlərimizdir. Bəli. Və onları dinləmək, eşitmək lazımdır həm də. Özümə sual verirəm ki, kim kimə tərbiyə verir? Bəli, Mən uşaqlara yoxsa uşaqlar mənə? Qızım həkimdir, həkimliyi seçib. Oğlum da başqa biri dedi ki, mən həkimliyi istəmirəm, mən səni görməmişəm, mən istəmirəm ki, sənsiz böyümüşəm, həmişə pasiyent dalınca qaçırdın, həmişə səni zəng eləyirdilər, sən evdə tapılmırdın. Mən istəmirəm ki, mənim uşaqlarım məni görməsin. Ona görə o başqa bir sənət seçib. Amma tək sənətdən yox, biz ümumiyyətlə həyatdan danışırıq. Nə bilim, mənə maraqlıdır. Mənə ümumiyyətlə çox maraqlıdır cavanlarla ünsiyyətdə olan. Eyni. Bütün qonaqlara bu sual verirəm. Çünki podkastı açanda da, podkastın adından da göründüyü kimi 30+ həyatdan danışırıq. Bu yaş keçidi ilə bağlı siz nə deyə bilərsiniz? 30-dan sonra nə dəyişir? Məncə, kəmiyyət keyfiyyətə çevrilir. Maraqla yox, kəmiyyət keyfiyyətə deyərkən nəyin kəmiyyəti? İnsanların dostluğunun, informasiyanın kəmiyyəti, insan dəyərləri və ümumiyyətlə dəyərlər baxımdan həyata baxış dəyişir. Artıq təcrübə toplayırsan, artıq nəticə toplayırsan. Peşəkar yanaşsaz, həkimsiz də mən bildiyimə görə. Fiziki baxımdan, sağlamlıq cəhətdən 30 yaşdan sonra nə dəyişir? Məncə 30 yaşına kimi biz o qədər dəyər vermirik sağlamlığa. Elə bilirik ki, cavanlıq həmişə olacaq və həmişə belə gümrah olacaq, enerji dolu olacaq və s. Mən məsəl üçün öz yaşımı hiss etmirəm o qədər. Eyni şey. Təəssüflər olsun. Niyə? Bu yaxşı bir şeydir və mənə elə gəlir ki, ancaq izləyənlər də razılaşır. Son zamanlar heç kim öz yaşını hiss eləmir. Belə bir dövr gəlib, belə bir. Əslində qocalmağın yaşı dövrü uzanıb. Məsəl üçün əvvəllər 50 yaşından sonra sayılırdı ki, insan artıq qocalıb və s. İndi isə elə hesab olunur ki, 50-dən 70-ə, 75-ə kimi hələ insan gümrahdır və 75 yaşı tamam olandan sonra artıq qocalıq sayılır. Ən əsas məqamdır ki, biz fiziki sağlamlığımızı qoruyaq. Biz hərəkətdə olmalıyıq. İdman eləməsək də, heç olmasa gəzməliyik, hərəkətdə olmalıyıq. Mən aktiv cərrahiyyədə işləyəndə, mən orada cərrahiyyədə 18 il yaşamışam və cərrahiyyədən orada həmişə hərəkətdəsən. Ancaq ofis işinə keçəndən sonra günün çox vaxtı mən deməli oturuq vəziyyəti keçirirəm və bu yaxşı deyil. Gün o gün oldu ki, mən gördüm ki, vaxtı alınmırdı, idmanla məşğul olun və s. Əslində mən həmişə hansısa bir idmanla məşğul olurdum.
Amma zamana gəldi ki, mən birdən-birə gördüm ki, çəkim də artır, hərəkətliliyi də azalıb və özümü çox yaxşı hiss etmirəm və s. Bundan sonra mənim ürəyimdə bir çoxdankı arzu var idi ki, mən it saxlamaq istəyirdim. O sizi hərəkətə məcbur eləyir, bəli. İt məni gəzdirir, mən iti gəzdirmirəm. Gündə 2 dəfə hərəkətdəyəm və gün ərzində 10 min atdım. Çox sadə vəziyyətdə, özdə bilirsiniz necə rutinə çevrilib. Rutinə çevrilməyib. Mən gözləyirəm ki, nə vaxt gələcək mən iti gəzdirim. Ona görə ki, hərəkətdə oluram, özümü çox yaxşı hiss eləyirəm ondan sonra. Heyvansevərliyin həm də bir faydalı tərəfi budur. İnsanı məcbur edir, aktiv həyat yaşasın. Bilirəm ki, sizin təcrübənizdən belə bir nümunələr var. Sizin haqqında çox bildiyim üçün deyirəm, amma istəyirəm izləyicilərimiz də bilsin və bu suala da bu baxımdan cavab verəsiniz. İnsanın fiziki cəhətdən yoxsa mənəvi cəhətdən həyata qaytarmaq daha çətindir? Məncə mənəvi. Mənəvi ona görə ki, fiziki tərəfdən biz artıq bilirik. Təbabət də bizə imkan verir. Bizim tibbi biliklərimiz də imkan verir ki, biz bilirik ki, hansı limit var. Müharibə vaxtı kiminsə qolu ya ayağı amputasiya edəndən sonra biz bilirik ki, hansısa bir limit gəlir insanın həyatına və o limitlə yaşamağı öyrədə bilərik biz pasiyentləri. Ancaq mənəvi cəhətdən o daha çox vaxt tələb edir. Ona görə ki, vaxt tələb edir, inam tələb edir, həyatı sevmək lazımdır. Bəs həyata qaytardıqlarınızla, yəni mənəvi baxımdan deyirəm, dostluğunuz, ünsiyyətiniz davam edir sonradan? Mən deməzdim ki, mən kimisə həyata qaytarmışam. O çox ambisiyoz bir səslənər. Amma mən bilirəm, eşitdiklərimə görə deyirəm. Müharibə dövründə, bizim Vətən müharibəsi dövründə hərbiçilərlə də çox ünsiyyətdə olmusunuz. Hansı ki, o müharibənin qanlı, qadalı dövrlərini görüblər, yaşayıblar. Bu haqda, bu təcrübədə nə deyə bilərsiniz? Əslində ağır bir təcrübə idi və bu birinci müharibə deyildi mənim həyatımda. Artıq 3-cü müharibə idi, hansında ki, mən həkim kimi iştirak etdim. Ağır bir təcrübə idi. O vaxtı mən antidopinq deməli agentliyə gəlməkdən əvvəl mən 8 il İdman Akademiyasında prorektor vəzifəsində çalışmışdım və biz orada bir neçə yeni ixtisas açmışdıq. O cümlədən həkimlər üçün 2 illik idman tibbi və reabilitasiya üzrə magistratura. Bu proqramı Böyük Britaniyanın UCL Universiteti ilə birlikdə qurmuşduq. Nəyə görə deyirəm? Ona görə ki, bu proqram çərçivəsində biz kliniki protokollar əldə etmişdik. UCL-dan University College Londondan, hansı ki İngiltərədə 3-cü yerdədir, Oxford Cambridge-dən sonra və dünyada 7-ci yerdədir. Artıq 2024-cü ildə Harvarddan sonra 2-ci yerə çıxdı idman təbiabəti üzrə. Və biz UCL-in professorlarla birlikdə elit idmançılar üçün, onların reabilitasiyası üçün yeni kliniki protokollar tərtib etmişdik və müharibə başlayandan sonra biz bu kliniki protokolları artıq bizim hərbiçilərə tətbiq elədik və onlardan gözəl bir nəticə aldıq. Bizdə ağır xəstələr də var idi, hansı ki, bel sütunundan ağır zədə almışdılar, hansı ki, qollarını, ayaqlarını itirmişdilər və s. Onlarla biz çox çalışdıq və yaxşı bir nəticəyə gəldik. Onlardan ikisi ilə ünsiyyətim olub, ona görə deyirəm. Bu, deyəsən, biri Poladdır, bizim qazimiz. Xeyr, Poladı biz reabilitasiya eləməmişdik. Poladla biz sonra deməli tanış olduq, amma Nizami müəllim. Nizami müəllim Əliyev və onun kimi deməli bizim polkovnik leytenant əfsanəvi taborun komandiri. O bir cürə ünsiyyət idi. O da sizdən çox danışıb. Ona görə deyirəm ki, mən bu informasiyaları elə belə vermirəm. Biz çox faydalandıq onunla ünsiyyətdə. Çox möhkəm bir, ruhum möhkəm bir adamdır. O da çox böyük bir itki yaşadı bu müharibədə. Bilirsiniz, ona baxmayaraq hamıya dəstək olurdu, hamıya kömək eləyirdi ki, bu psixoloji, bilirsiniz, o posttravmatik stres sindromu yaşayan insanlar çox ağır o sindromdan çıxırlar. Və o böyük bir dəstək oldu. Halbuki özünün yarası o qədər ağır idi. Nadir insanlar inanırdı ki, o ayağa durar.
Bəli, amma bizlə qalaya qədər çıxdı, orada da iradəsini göstərdi ki, yəni lazım gələrsə yenə də eyni əsgər ruhu, komandir ruhu var, onda hələ də qalıbdı. Bəli. Onun bərpasında sizin rolunuzla bərabər biraz da o vətən sevgisi, əsgər ruhu da var. Bilirsiniz, mən deməzdim ki, tək mənim rolum orada oldu. O komanda işi idi. O vaxt İdman Akademiyasının laboratoriyasında, İdman Tibbi laboratoriyasında çalışan bütün həmkarlarımız birlikdə 200-ə yaxın biz deməli hərbiçi ilə və qazi ilə məşğul olduq. Onlardan 64 nəfər xüsusi təyinatlı qoşunlardan idi. 64 nəfərdən 62-ni biz qaytardıq tam xidmətə. Bəli, xidmət. 2 nəfər xidmətə qayıda bilmədi, ancaq ona görə ki, onlarda deməli qol tikisi var idi, amputasiyası var idi. Amma onlardan biri paralimpiyaçı olub və qızıl medal qazanıb yüngül atletikada və o birisi isə indi çalışır, evlənib bir balası da var. Getdi toyunda da iştirak elədi. Allah qorusun ailəsini də, özünü də. Amma da idmançılar, ədalətli oyun, mübarizə, bu da bir meydandır. Burada da bir savaş ruhu lazımdır. Və idmançıları necə ruhlandırırsınız ki, onlar yan vasitələrdən istifadə eləməsinlər qələbə üçün? Əslində bunun ən yaxşı yolu təhsildir. Və biz test etməni onsuz da eləyəcəyik. Bu bizim bir AMADAnın bir missiyasıdır. Milli Antidopinq Agentliyi kimi bunu buraxmayacağıq heç vaxt. Ancaq təhsil ən vacib bir məqamdır. Ona görə ki, təhsil insana informativ seçim verir. Bəli. İdmançı artıq bilə-bilə seçim eləyir və bu çox vacibdir. İkinci tərəfdən AMADA öz fəaliyyətini yerinə yetirməklə biz dürüst idmançıların hüquqlarını qoruyuruq. Bilirsiniz, əslində testing proseduru özü də çox belə komfort prosedur deyil. Hamı da bunu başa düşür və biz çalışırıq çox professional şəkildə onu yerinə yetirək ki, bacardığımız qədər diskomfort hissi verməyək idmançılara. O təzyiq məsələsi deyil, diskomfort əslindədir, fizioloji diskomfortdur və s. O idmançılar ki, hansı ki bilir ki, karyeranı dürüstlük üstündə qururlar. Onlar imkan yaradır bizə, həmişə də bizə dəstək olur və mən bunun üçün onlara təşəkkürümü bildirmək istəyirəm. Ona görə ki, onlar həmişə dürüstlüyün və ədalətin tərəfindədirlər. Heç vaxt uşaqlıqdan mən ədalətsizlik sevmirdim, qəbul elə bilmirdim. Və talih sizi bu misiyanı verdi. Nə vaxtsa talih məni deməli Antidopinq Agentliyinə gətirdi. Dopinq istifadəsi ona əsaslanır ki, nəticələri tez alırsan. Dəvr orasındadır. Amma onunla birlikdə o qədər dopinqin mənfi cəhətləri, ədalətliyi bir yana qoyaq. İnsan orqanizminə o qədər zərər vurur dopinq sonra onun altından ya mümkün deyil, ya çox ağır çıxırsan. Biz bunu da fikirləşdik və hal-hazırda biz yeni bir təhsil platforması yaradırıq. Hansında ki, biz idmançılara böyük bir seçim verəcəyik. Orada bu platformada yenə də təhsil platformasıdır. Biz dünyada ən yaxşı idman nutrisionistləri, idman psixoloqları, idman tibbi üzrə ən yaxşı mütəxəssisləri gətizdirəcəyik və idmançıları, məşqçiləri və idman həkimləri məlumatlandıracağıq ki, onlara imkan yaradacağıq, trening keçəcəyik ki, hansı üsullarla dopinqsiz bu alternativ yol verəcəyik ki, həmişə qadağa qoymaq da düzgün deyil. Qadağa qoyursan, amma onun əvəzinə nəsə dopinq olmaz, onu eləmək olmaz və s. o pisdir. Amma onun yerinə hansısa bir alternativ yol təklif eləmək lazımdır ki, belə bir yol var. Elmi əsaslı yol var. Deməli, yaxşı, yüksək nəticələrə gəlmək üçün. Dopinq istifadə edən idmançı yəqin ki, özü də qorxu ilə yaşayır ki, birdən onun yalanı üzə çıxar da. Dopinq qəbul etməsinə rəğmən, qəbuldur, hansı vasitə ilə eləyir, onu bilmirəm. Və nəticəsi yaxşı olmayan idmançılar olurmu? Əslində, mənim şəxsi fikrimdir bu, ki, dopinqi istifadə edən idmançı əslində özünə güvənə bilmir.
özünə inanmır, ona görə dopinqdən istifadə eləyir ki, sabahları göstəriciləri yüksək olsun. Və bəli, qorxu içində yaşayır ki, nə vaxtsa onu gəlib yoxlayanda, dopinq aşkar olanda bütün idman karyerasını bu insan itirəcək. Dopinq aşkar olandan sonra, məsəl üçün, bu idmançı qızıl medal ya hansısa bir medal qazanıbsa, o medal geri qaytarılır. Ondan götürülür o medal və bütün karyerası puç olur. Nüfuzdan düşür. Nüfuzdan düşür. Və bu qorxu hissə ilə yaşamaq, mən bilmirəm nə qədər insan dözə bilər buna. Misal kimi göstərmək istəyərdim ki, Napoleon məsəl üçün şəxsi mühafizə özü üçün seçəndə əskərləri düzürdü və kəskin səslə onları qorxudurdu. Öz mühafizəsinə onları seçirdi ki, hansı ki qorxudan qızarır. O deməkdir ki, noradrenalin hormonu onlarda çox yüksək səviyyədədir və bunlarda döyüşə hazırlıq daha möhkəmdir. Hər şeyin əslində əsasları elmi əsaslarla baxanda həyat daha maraqlı olur. Və məncə ona görə mən bir də təkrar etmək istərdim ki, bu elmi əsasları biz istəyirik təhsilə gətirmək və idmançılara göstərmək ki, elmi əsaslarla siz təhsil alsaz, bilsəz ki, xüsusi yeməklərlə, xüsusi metodikalarla, xüsusi psixoloji yanaşma ilə, xüsusi deməli idman travmaların profilaktikası ilə siz öz deməli göstəricilərini daha yüksək nailiyyətlərə siz deməli gətirib çıxarda bilərsiniz. Bəs idmançının elə nüfuzundan danışdıq. Keçmiş dopinq ləkəsini necəsə təmizləmək olar, yoxsa bir dəfə edilən səhv heç vaxt bağışlanmır? Vəziyyət o qədər də gərgin deyil. Deməli, dopinq tapılanda idmançıya sanksiya verilir. Sanksiya müddəti bitəndən sonra o idmana qayıda bilər. O idmana qaydanda ona deməli belə bir siyahı var, Register Testing Pool. Qeydiyyata alınmış testing, qeydiyyata salınır o idmançı və 1 il, 2 il ya 3 il ərzində buna çoxlu miqdarda test keçirilir. Onların nəticəsi 0 olsa, deməli, negativ olsa, onda artıq deməli o QTQ siyahıdan da adı çıxarılır və sərbəst idmana. İkinci şans verilir ona idmana qayıtmağa. Bu bir tərəfdən pozitiv xəbərdir ki, səhv insan eləyə bilər, amma əsas odur ki, səhvi başa düşsünlər, bir daha bu yola gəlməsinlər. Bəs biraz spiritual yanaşsaq məsələlərə, yalanla qazanılmış uğurlar, heç kim bilməsə belə, bu uğurların karması varmı? Mən bilmirəm, ona karma deyilir ya nə deyilir, amma insan hansısa pis hərəkət eləyəndə özü bilir axı. Allaha da inanmasa, özü bilir ki, bu hərəkət eləyib, eləmi? Və geci tezi var. Mənim şəxsi fikrimcə hər şey qayıdır insana. Yaxşılığı da qayıdır, pisliyi də qayıdır, yalan da qayıdır. Yalan. Kimsə də ona qarşı o haqsızlıq eləyəcək. Əvvəl-axırı o haqsızlıq hardasa ona qayıdacaq. Ümumiyyətlə, idmanda və digər sahələrdə qadınların üstünlükləri nədir? Və yaxud zəif cəhətləri nədir? Yəni, bu qadın xüsusiyyətlərimiz bizə kömək edir, yoxsa mane olur? Məsəl üçün, mən bilirəm ki, qadınlar kontrolu çox sevir. Bu yaxşıdır, yoxsa pis? Əslində, mən yaşlaşdıqca yaxşı və pisi öz leksikonumdan çıxardıram yavaş-yavaş. Mən də. Nə yaxşıdır, nə pisdir, yanaşmadan asılıdır, situasiyadan asılıdır. Və qadın məsəl üçün fizioloji olaraq onun missiyası ondan ibarətdir ki, dünyaya uşaq gətirsin, onu deməli hansısa bir mətləbə çatdırıb, imkan yaratsın ki, bu uşaq böyüsün və sabahları özünü idarə etsin və s. Kişinin fizioloji funksiyası ondan ibarətdir ki, getsin ova, mamont öldürsün, gəlsin öz ailəsinə baxsın, yedizdirsin və s. və s. Ona görə kontrol baxımından bizdə fizioloji olaraq biz kontrol etmək bacarmalıyıq, biz bacarmalıyıq onu. Bilirsiniz, hər şey o təbabətli kimi dozadan asılıdır. Düzdür. Hər şey dozadan asılıdır, həddi keçməməlidir. Qadınları məsəl üçün siyasətdə ya liderlikdə məncə
üstün cəhəti ondan ibarətdir ki, biz konflikti həll etməyə çalışırıq, dərinləşdirməyə yox. Və bu cəhət çox yaxşı cəhətdir. Ancaq həddən artıq empatiya olanda bu qərar vermək üçün bizə düzgün qərar vermək üçün imkan yaratmır. Ona görə bu tərəfə biz özümüzü kontrol eləməliyik. Bəli, empatiya duyğusu qadında daha çoxdur, rəhim, mərhəmət. Biraz həddi aşırıq o mövzuda, düzdür, haqlısınız. Demək olar ki, kontrol dozasında yaxşıdır, empatiya da dozasında yaxşıdır. Hər şey dozada yaxşıdır. Xüsusiyyətlərimizi, qadın xüsusiyyətlərimizi həddə saxlaya bilsək, bu bizə kömək eləyər, mane olmaz.